Ben narkomanın altı başka türlü olabilmez. Deliyim ben üzere. Başka türlü olabilmez. Deliyim de deli olmuşum. Deli olmuşum. Vallahi hiç düşmanlığı göstermesi bu yol. Ben sadece olarak can kuzu keserim. Bu çekiliş eləyəndə elə jelatinlə ikimiz olacaq. Kimiz olacaq? Şu otaqda kimiz olacaq? Çünki beynime şey verdim. Narahat olma, kimiz olacaq? Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. 79-cu ildə dünyaya gəlmişəm, dediyim kimi. Və çox ziyalı bir ailədə böyümüşəm. Babam mənim Sabir Məmmədov uzun müddət UITU deyilən, yəni ki, Ədliyyə Nazirliyinin, indiki hal-hazırda Ədliyyə Nazirliyinin balansında olan penitensiar xidmətinin deməli, əməliyyat rəisindən başlamış, ta zampolitə qədər və nəhayət Детский kanunun, yəni uşaq kanunun rəisi və 6 sayılı cərçəkmə müəssisəsinin rəisi olubdur. Şestonun rəisi Bəli, olubdur. Demək, axırıncı pensiya çıxan vaxtı onun olub 84, 87, 7-dən çıxdı pensiya. Atam mənim, deməli, çox sayılmış, seçilmiş kişilərdən biri olub. Əslən Bakılıdır. Bütün Bakının kətləri, yəni ki, ağsaqqalları, yəni hamısı ona hörmət eləyərdi. Eyni zamanda Nərdaranlı Həcc Cəbraylı var idi. Sabir Süleyman İcra Hakimiyyətinin başçısı, onun mavini olub, İcra Hakimiyyətinin mavini olub, İcra başçısının mavini? Bəli. Deməli, üzr istəyirəm sizdən. Yəni ki, Həcc Cəbraylı ticarət üzrə birinci mavini olubdur. Azərbaycanda, yəni Bakı şəhərində, sırf Bakının kəndlərindən gedir, elə bir yeri yoxdur ki, elə bir kənd yoxdur ki, mənim atamı tanımasınlar. Salay Varif, Mikailoğlu. Öğrenciler de iç gibi geberecek. Neyse Safura İbrahimova kapıda kaldı, kapının dalında aktrisa. Zerrigan Atakişi'ye bedekten öldü. Bütün kovumlar bulanı görmenden imtina eylediler. Dediler balalarınız vururlar. 85-86-cı illərdə o vaxtlar paltar çox baha olardı. Atam o 8 sayılı skladının müdürü təyin olunub. Yəni ən bahalı finski sporçunun kostyumu vardı, Yugoslavski kostyumu vardı, bağışlayın, ayaqqabılardı, dublonkalardı, hansı ki məsələn Kubinkada 3200-2800 manat olanda yəni birinci bazaya gəlirdi, yəni atam gəlin babasına gəlirdi. Herat xalçaları vardı Almanyanın yanı. Bir sözlə, ondan sonra oradan çıxıb o vaxtı Gosplan Azərbaycanski Respublik, yəni ki Goskompsen, yəni Dövlət Qiymət Komitəsi belə bir şey idi. Orada başlayıb işləməyə. 3 ilə qədər orada işləyib şəhər müdiri və ondan sonra onu qoyublar kurator, yəni OBXS olub Cənub bölgəsi istiqamətində Astaradan tutmuş ta Selyana qədər. Və nəhayət 87-ci ildə oradan çıxaraq bunu təyin ediblər atama Bakı şəhər icra hakimiyyətinin, yəni ki o vaxtı Rauf Gülməmmədov idi. Onun vaxtında Bakı şəhər icra hakimiyyətinin ticarət üzrə şöbə müdiri keçib. Şöbə müdiri vəzifəsində çalışıb. Mikail, bu danışırsan, mən dinləyirəm, yəni sual yanaranır məndə ki, atan saydın bu işlərdə işləyib, vəzifəli, ali savadlı bir kişi olub və bunun övladı Mikail. Amma səmimidir, nədən narkoman olsun? Qudurğanlıqdan, yoxsa ailə tərbiyəsinin çox olmamasından? Bax, kişi kimi düzündür. Sən niyə narkoman oldun? Düz deyəcəm mən. Anan niyə belə fəryad eləyir? Düz deyəcəm. Mən sizə bilirsiniz, bax, mən ən böyük vicdilik üzdükdür. Bütün kovumlar bunlara göre benden imtina eylediler. Sen balalarını tutmuşsan ben ne varım da başa dönüp balalarımı tuttum da. Ne diyeyim ben? Hiç ol, kurdum ana olma. Can anan, can. Ben bu dağa bağa gelmişim. Yaka gelmişim. Götürmüşüm derdimi. Ağlamaya gelmişim. Acaba ağlamaya gelmişim. Bu dağın sarı gölü, ak gölü, sarı gölü. Meleğe neylemiştim, ay Allah görmedim sarı gölü.
sizə bir söz deyim. Mənim elə bir şeyim olmur ki, mən deyim ki, o məndə olmasın. Sovetin vaxtında ilk Desnodva atdığı velosiped çıxırdı, birinci atam mənə onu alıb gətirərdi. Sonra üzr istəyirəm, skeytlər var idi o vaxt, yəni Sovetin vaxtında, yəni bazadan gələrdi, oradan məsələn skladdan götürüb birini mənə gətirərdi. SSR-in vaxtında işte 6 yaşda 7-ci illərdə, ələm evlərdə banan olmadığı tədbirdə bizim evdə həmişə korobka ilə oldu. Yəni imkanlı ailədən uşaq olmuşam və buna necə gəlmişəm, bunu da çox rahat sizə mən deyim. Deməli, çox mənə narahat eləyir. Onu yadıma saldıqca. Mənim altımda, demək, mən orta məktəbi bitirmişəm 96-cı ildə. 94-cü ildə bəli, atam məni çağırdı və bələd idi mənim maşınımın sürüşünə. Dedi, bala, gəl elə elə. Sən ağıllı uşaqsan. Məsəl üçün, mama gilədadır, orada əmim də qalırdı ki, ona yeni bir bəs açarları qoyuram evdə, səndən xahiş edirəm, mamanı götürərsən, qoyarsan, gedərsən, əmi gilə gətirərsən, problem yoxdur, heyb yox, yavaş-yavaş sürürsən, heç kəs saxlayan olmayacaq. Yəni, saxlasalar da problem yoxdur. Açarları vergindən yol polisçisinə çıx get, nəzə işim yox. Atam mənə tam şəkildə hər bir şey etibar edirdi. Yəni, pulda, var da, dövlətdə mən də düz olmuşam. Vallah deyirəm, mən özüm bir halda da alladıb kimisə, məsələn, ondan bir 20 köpü, 30 köpü artıq götürməmişəm. Yəni, olmayıbdır məndə belə bir şey. Allah öyrənərsə rəhmət eləsin, atam gəldi mənə bir gün dedi ki, falan. Bəs mən dedim ki, mən universitetdə qəbul olmaq istəyirəm. Yəni, tam şəkildə hazırlaşıram. Atam qayıtdı gülə-gülə dedi ki, sən avarasan, sən bu gedişlə zibilliyin kənarlarında qalacaqsan. Elə də oradan belə demək olar ki, az qalıb, bir addımdadır o. Bəs, inanmıram sən universitetdə daxil olasan. Mən də həqiqətən də bilikli uşaq idim, yəni. Doğrudan da oxuyurdum mən. Allah şahidlə oxuyurdum. Mən qəbul oldum İqtisad Universitetinin 96-cı ildə özüm imtahan verdim, özüm öz gücümdən daxil oldum Maliyyə Kredit Fakültetinə. Və Maliyyə Kredit Fakültetini bitirəndən sonra tam şəkildə diplom işini yazdıq, biz diplomu aldıq. Ondan sonra təyinatla bizi göndərdilər. Demək, Cibut Bank var idi. O müddət ərzində 28 may metro stansiyasında yerləşirdi. Çiçənlərin bankı idi o vaxtı. Orada getdim praktikaya 6-7 ay. Praktikadan sonra imtahan verərək daxil oldum. Təzə açılırdı o vaxtı Bank of Baku və yerləşirdi Sahil metrosunun yanında. Yəni sol tərəfdə parkın solunda. İmtahan verdim, başladım işləməyə. Yəni hər bir şey qaydasında maşınım, yəni üzr istəyirəm, qızıl sepim, qızıl boyun bağım. Hətta məktəbdə bir Kazım idi, bir mən idim. Kazımın datası içində 2 dənə məsələn yubileyli obyekti var idi, Sovetskdan idi. Bugün Kazım taxırdı bu sepi səhər-səhər mən deyirdim, mənə xeyr olaydı, bu bunu taxdı, mən o birisini taxacam. Yəni ki, bəhsə bəhs gedirdi. Hər bir şeyim yəni olub, mən fikirləşməmişəm ki, yox nədir. Əsas məsələ keçək narkotika. Narkotika nətər? Əyləş, qapını örtürəm, rahat burada otur, telefona bax. Sən gidin dövürsən, sən məni cumursan, dövürsən. Günlərin bir günü gəldim mən həyətə, mənim bir dostum var idi, Səbuhat. Yaxınlaşdı, qayıtdı ki, ay Mikail, nə inirsən, nə var, nə yox, gedək, yığışaq, gedək dənizə, qəşəng bir oturaq, dincələk. Yay vaxtıdır. Getdim maşını, çıxartdım, təmizlədik, yığıq, mindik bundan, samavar, kemping, hər bir şey qoydum maşının arxasına, getdik bundan Zaqulubaya. Zaqulubaya çatdıq, gördüm bu nəysə, yəni, qəşəng tələffüz edir, yəni halbuki avaran biridir, söhbət edir məndən, çay içir, deyir, gülür. Dedim, ay Səbuş, mən başa düşə bilmirəm, bu nətərdir sənin bugün keyfin yaman yaxşıdır. Dedi, bəs qaqaş, belə bir dərman var. O vaxtdakı Həzaslanın metrosunda binanın Avastroykanın altında satılırdı dərmanlar. Adı Lirika idi. Lirika bir də ki, tramadol, kontramal. O vaxtı qırmızı rəngdə idi, 150 yəni ki, abyomlu olan. O üçün gündə 2 dənə, yəni 3 dənə, 2 dənə, 3 dənə və bu başladı yavaş-yavaş axarı ilə, yəni ki, dərmana keçdi. Dərmandan sonra başladım artıq lirikanı içməyə, yəni 14 dənə paketdə olur, onu alırdım. İkisini səhər, ikisini axşam. Yəni o cür birdən-birə, yəni dövlət proqramı olaraq bütün dövlətdə olan apteklərin
Kim ki bu işlərlə məşğul olub tutdular, zindan verdilər və bütün bu dərmanlar dövlət tərəfindən yığılışdı apteklərdən. Yəni tapmaq qeyri-mümkündür. Mən nə bilim, onun ağrısı belə şiddətlidir. Mən də gəldim evə, oturdum, təsəvvürə gətirirsiniz ki, dünyalar qədər sevdiyim mənim bir qızım var. Allah hamımızın canı salamat eləsin. Gəldi ata, görün nə qədər mən özüm də deyirəm ki, uşağı qucaqlayıram, başa deyirəm, ata qurban, nə olar, get oturdu orada da, narahatam mən. Halbuki başqa vaxt mən uşağımı heç qoymaram qıçına bir, məsələn, özüm artıq öz sinir sistemimi yanından düzgün qaydaya sala bilmirəm. Nəysə, uşaq keçdi bu üzə, oturdum evdə və girdim, qapandım bir otağa və başladım uşaq kimi ağlamağa. Həqiqətən də ağlamağa ona görə yox ki, mən qorxuram və yaxud mən. Yox, sadəcə olaraq mən nöş bugünə düşdüm. Nəymiş bu dərman ki, mən buna başımdan tər gəlir, üzr istəyirəm, əllərim işləmir. Ona kimi nəşə zad çəkmirdi? Xeyr, heç bir şey eləməmişəm. Hə, bir dəfə olub nəşə, bir dəfə. Ümumiyyətlə mənə nəşə düşmür, mən nəşə xoşlamamışam heç ödə. Nə araq, nə nəşə. Və deməli, mən çıxdım oradan, yoxdur axı bu. Düşdüm aşağı, bizim həyətdə bir bakuş adlı bir nəfər var. Getdim, yaxınlaşdım, ona dedim, qaba, vəziyyət budur, mən ölürəm, mən yata bilmirəm. Səhərə qədər mənim gözüm çıxıbdı, yəni gözümə yuxu belə getmir. Ha, dedi ki, mən ölmüşəm bəyəm, bunu mənə deməyəsən. Niyə mənə demirsən? Bəs niyə necəsən? Dedi, qaqaş, qulaq as, bax, sənə bir şey deyim. Burada belə bir dərman var. Bunu mən bir dəfə pişirəcəm, yəni iynə şəklində, vaksin şəklində vuracam. Baxarsan, sənə az verəcəm. Vur onu, yəni ki, dəraltı və bununla da sənin bütün ağrıların qutaracaq. Yəni həmən bu dərman olmasa da bu buna əvəz edəcək. Bağa gəlmişəm, yağa gəlmişəm, götürmüşəm dərdimi, ağlamağa gəlmişəm, ay cəmaat, ağlamağa gəlmişəm. Bu dağın sarı gölü, ağ gölü, sarı gölü, mələyə neyləmişdim, ay Allah, görmədim sarı gölü. Mən hesab yemeğim olub, başım bozulub, dəli olmuşam, dəli. Dedim, ay bakı, bunun qiyməti neçədir? Qayıtdı mənə dedi ki, mən bilmirəm axı, 20 manat. Deməmişkən mən buna 20 manat verirdim, bu gedirdi 2 dənə alırdı, birini özünə, birini mənə. Elə birini də mənə verirdi, mən də deyirdim, elə qiyməti budur. Deməli, bunu atırdıq qabın içinə və limon duzu ilə qataraq, suyu vurub, yəni ki, vaksını vururdıq qola ya da yana. Və birinci gün ki, bu mənə vurulanda mənim ürəyim bulandı, başım gicəlləndi ki, mən nə vəziyyətdəyəm. Belə yavaş-yavaş bir gün, 2 gün, 3 gün və o müddətdə, qardaş, mənim bizim ev satıldı, artıq 2018-ci ildir, satıldı 74.500-ə. 74.500 2018-ci ildə biraz indiyə nisbət normal bir pul idi. Yəni inflyasiya bir o qədər qalxmamışdı. Anam gili, qardaşım gili 24.000-i mənə verdilər və qalan pulu birləşərək ev almaq düşündülər. Mən də bu pulu götürdüm, ilk öncə zəng elədim, artıq da ailəm də dağılmışdı. Zəng elədim yoldaşıma ki, geçmiş yoldaşıma ki, bəs qardaşı da götür gərginə. Durdular, gəldilər. Evin pulundan 4.000 verdim onlara ki, uşağımdır, çünki ehtiyacı ola bilər və s. Aliment məsələsində də ki, sağ olsun, ama Allah canı salamat eləsin, Allah atasına ömür versin. Hakim təyin eləyəndə alimenti, dedim, mən alimentdən imtina edirəm, dedi, qızım, mən belə bir şey görməmişəm ki, insan alimentdən, sən uşağın haqqı nədər. Dedim, mən bilirəm ki, mənim yoldaşım bu dəqiqə hazırda işləmir. Neyinin yoldaşımı tutdurum deyir, onu verə bilməyəcək. Belə eləyin, 50 manat aliment kəsin onu. Qoyun məsuliyyət istəyirəsin ki, onun övladı böyür. Mənim gəlinim deyir, nəbəmin anası çox qeyrətli qadındır. Bundan boşanıb gedəndən sonra hicab taxdı ki, mənim bədənimi heç kəs görməməlidir. Kukol kimi də qızdır.
Ana yanıram, emisinizi yanıram. İçerim gözlerimi, içerim gözlerim. Düstümü çıkıp bacağım yoktu, düstü çıksın oradan. Bu görüntüləri sizə təqdim eləməkdə məqsədimiz odur ki, ay cavanlar, narkotik bu günə salır analarımızı, bacılarımızı, ailəmizi. 2018-ci ildə bu ev satıldı. Mən birinci girdim, təsərrüfə gətirdik, artıq narkotik aldıqçısı olmuşam azacıq. Və bu cür insanın cibində, üzr istəyirəm, 20.500 təmiz pul və 4.000 də vermişəm yoldaşıma, 20.500 mən səhər getməliyim Express Banka, hansı ki Əhmədi metrosunda yerləşir, qoymalıyam hesabıma ki, uğramasınlar. Amma evdə də qalmağa 30 gün müddətim var, çünki ev alqı-satqı olunubdur. 30 günə deməli müştəri gəlib köçməlidir. Notebook açmışam evdə və başlayıram maşınları seçməyə ki, bir maşın almazım. Taksi ilə getdim, bir maşına baxdım, usta ilə bəyənmədim, 2, 3, 4, 5. Nəhayət getdim, bir qara Zavatskoy 2010-cu ilin 07-sini aldım. Ona başladım sürməyə. Əyin baş, hər bir şey, yəni otudu aldım, sportivliyə qədər, yəni hər bir şey nə lazımdırsa insana. 2 cür ayaqqabı, qış üçün, yay üçün, aseni, tapıçkalar, hər bir şey. Mindim maşına, getdim, mənim anam Masallılarına, getdim Masallı rayonuna. Masallı rayonunda da mənim babam da, yəni anamın atası böyük bir qəbilə olublar, onlar böyük bir nəsli olublar. Məmmədovar nəsli, Məmməd Şəfi nəslidir əsliləri. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asıllığı və digər asıllıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim, bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Gördüyünüz nəticəmiz 100%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Yəni bizim nəsildə 80% həkimdir. Hətta mən utanmıram da, adını da çəkə bilərəm. Daxili İşlər Nazirliyinin Poliklinikasının rəisi olub Rəhim Mamedov 20 il. Daha 2000-ci ilə qədər anamın doğma qardaşıdır. Anamın xalası oğlu Alı var idi. Ağdam Hospitalının rəisi olubdur. Sonra travmatolojide işləyib. Zöhrab nevropatoloq, indiyənə qədər neft balinsasında işləyir, Neftçanikdə. Nasir doktor. Sözüm onda yox. Yəni nəslimizin çoxsu həkimdir. Babam dediyim kimi türmə rəisi olub. Atam da icra hakimiyyətinin müavininə qədər qalxıb və ən əsası bizim ailəyə, yəni ki, çox kömək olan Allah ona qəni-qəni rəhmət eləsin. Allah ona qəbrini nurla doldursun. Mənim birbirimin yoldaşı, yəni ki, Oktay əmi. Oktay əmidəki bizim cənab Prezident Heydər Əliyev tərəfindən o vəzifəyə təyin olunub və şəxsən Heydər Əliyev cənabları tərəfindən general leytenant rütbəsinə təqdim edildi ona və Azərbaycan Respublikasının Ali Məhkəməsinin birinci müavini təyin olunubdur. Hərbi tribunalın sədri vəzifəsinə və 10 il orada Ali Məhkəmənin birinci müavini işləyib. Daha rəhmətə gedənə qədər. Bir ay qalmış, rəhmətə getməmişdən. Çox gözəl insan olub. Mənim atamı insult vurdu, xəstə oldu. Yəni, o insan bizə kömək etməsəydi, biz çöllərdə qalmış bir adam idik. Hər ay ana balaya vermir, bala anaya vermir. Hər ayın biri öz xidməti şoferi ilə, hər ayın biri, mən sizə deyim, illəri də deyim sizə, o vaxt dolar 78 qəpik idi. Mənim nə qədər yadımdadır. 2005-ci ildən düz 2005-ci ildən 2014-cü ilə qədər bu hər ay Oktay müəllim bizə $200 məbləğində köməklik eləyirdi. Əlbəttə ki, hər bir şeyə çatırdı.
Yəni yeməyimizə də, içməyimizə də. Qardaşım oxuyurdu Bakı Dövlət Universitetinin şərqşünaslığında. Onun da yəni yol puluna və evin dolanmasına yəni yetərincə çatırdı. Və nəhayət mən əsas bir şeydir, narkotika qurşanmaq belə oldu ki, mən gedirdim İran İslam Respublikasına, həmişə oradan deməli ayaqqabı gətirirdim, satdıq. Orada da onların brend mağazinləri var, Lacoste-dır məsələn, Gucci-dir, Stephanie Richard-dır. Və gedirdim orada, onlar ki dollarla alver eləmirlər, tümənlə alver eləyirlər. Məsələn, bugünkü gün dollar onlarda 20.000 tümənsə, səhərsi gün olur 35.000. 3 gün sonra ola bilər qalxsın 50.000. Onlar gedirlər, misal üçün alırlar Bacıda Sportçının kostyumu brend dükanında. Alırlar məsələn dollar 5.000 olan vaxtı. Dollar daxil olur 10.000. Bu avtomatik olaraq bu dollar şəklində başlayır qiymət düşməyə aşağı. Məsələn 35 dollara aldığı Sportçının gəlir düşür olur 12 dollar. Çünki inflyasiya 3 dəfə qalxır. Bunlar da alver edirlər tümənlə. Məcburiyyət qarşısında o qiymət satmalıdır. Və gətirirdim deməli Makasino ayaqqabıları. Başlayırdım Sədərək Ticarət Mərkəzində verməyə, satdırmağa. Bir də telefon qoymuşdum, Tapas saytı ilə alver edirdim. Və İrana gedib gələn müddətdə başladım yenə də bu tramadol, yəni ki orada dolu yəni belə şeylər, tramadol və s. Və istəmirəm adını çəkmək, Allah qapısını açsın. Bəlkə də çoxsu deyərdi ki, heç açmasın, çünki elə damarımı da deşən oldu. Tanınmış adamdır. Xeyr. Aha. Gəldim Günəşlidə qalırdı, bilirdi ki, daim mənim evim satılıb, mənim normal şəkildə pulum var. Qayıtdı mənə dedi ki, bəs qolova niyə vurursan ki, yəni? O sənə bir o qədər ləzzət eləməz. Onu çalış ki, vur damara ki, sənə bir yaxşı bir şey gəlsin, meh gəlsin. İlk dəfə də o mənim damarıma vurdu o ilə. Senin evi yıktılar bakıllıkla. Bakıllıkla. Harana koydum götürdüler. Rayona gittim geldim gördüm ki bu yağımı satıp kazanımı satıp Masallı'ya gitmiştim. Bütün alüminyum kazanların hamısını satıp bir tane kazanım kalmamıştı. Dermanımı benim ayağım xəstədir, angiopluks dərmanıma qədər aparıb satırdılar da, neyəcəklər? Bu, belə oğul torpaqda yatmalıdır, demə, bu nə anadır? Hayır, mən ölürüm, vallahi ölürüm, ölə bilmirəm. Mən bala, senaryo rejissor olsaydı, həyatımdan bir dənə kino çəkmək olardı. Bəlkə 100 seriyalı kino çəkilərdi. Vurandan sonra elə bir şey hiss elədim ki mən, yəni ki bəlkə də dünyaya yenidən gəldim və ondan əziz bir, xoş bir xatirə mənim üçün yəni olmadı. İmin həmən o birinci gün onu etdiyimdən söhbət gedir. Mən sizdən bir əmin kimi, yəni uşaqlara deyirəm, gənc bakaloniyalara deyirəm, əmin kimi, bir böyük qardaş kimi necə qələmə verirsiniz məni? Gənclər, cavanlar, qızlar, oğlanlar. Kim sizə bunu təklif eləyərsə, haçansa, bilin ki, o sizin qəti düşməninizdir. Heç bir dost, bir dostu onu təklif eləməz, yəni mümkünatı yoxdur onu eləməyə. Dost nətər təklif elə bilər ki, narkotik eləyin. Yəni bunu eləyirsə sizə və deyir ki, narahat olmaq ilə, məsələn, evi yoxdur, pulun yox olmasa da olar, bu olar uzaq başa 5 dəfə, 6 dəfə, 7 dəfə. Sonra sizdən elə bir pul alacaq o adam ki, yəni ki, siz də artıq düşəcəksiniz onun ağrısına, sizin üçün fərq eləməyəcək. Məsələn, bu mamamın qızılıdır, düzdür, mən onu eləməmişəm. Düzdür, məsəl üçün, bu pul falan yerdə qalıb, mən bunu gedim oğurlayayım. Yəni, olursan arsız bir adamla, yəni qırmızı bir adam olursan. Sənin üçün heç nə, amma Allaha and olsun deyirəm, mən elə bir insan olmamışam. Doğrudan olmamışam. Mən gəlmişəm, kişi kimi demişəm ki, məsələn, mənə 10 manat lazımdır. Və yaxud mənə 20 manat lazımdır. Ay, belə fırlanıb, yəni ki, məsələn, nağıl danışmaq yana mənə iyi deyil. Nəyəsə, bu gənclərə tövsiyəm budur. Bu sözü mən heç kəsə deməmişəm. Amma sizə deyirəm, sizin qadanızı alın, qurban olun. Bunu görəndə ki, biri haradasa, istəyir dərman olsun, istəyir metadon olsun, istəyir, yəni ki, metamfetamin deyirik, istəyir kakos olsun. Bunu görəndə
O insan ki orada oturdu bir kere onu yani bir kere onun dadına baktısa 2-3 gün sonra bir daha o meclis teşkil olunacak, bir de bakacak. Ve bu xırda artık görecek ki artık şpris de damarındadır. Yani birden-birə olmur, onu heç hiss eləmirsən açan uşaq oldu. Bir də baxacaqsan ki, hər şeyin çıxıb əlindən eynən mənim kimi. Bugünkü gün gənclər var ya, bu narkotik eləyirlər. Bax onlara nə demək Mənim istəyirəm? balalarım sizə qurban olub, bu ağır bəladır. Bu yola düşməyin, qətil düşməyin. Allah da bilərlər səni, milyoner, o da Siyavuşun oğlu necə gəbərdi? Bəli. Rəhmanın oğlu necə gəbərdi? Kübranın oğlu, Kübranın oğlu necə gəbərdi? Ax bu analar, yazıqlar. Kübra qayıtdı dedi ki, mənim bir də mən televizorda baxanda ARB-də dedim mənim o vaxt reabilitasiya mərkəzi olsaydı, ey analar, evlərinizi satın qoyun reabilitasiyaya, uşaqlarınızı qoyun reabilitasiyaya. Bu yola düşən bədbəxtdir. Axırı bunun, hamımızın axırımız ölümdür. Ancaq bunun axırı ölümdür. Hamını ailəni də məhv eləyir, özü də ölür. İndi özüm haqda qardaş. Mən bu 20.000'i götürdüm, bunu 7'ni biraz sürdüm, yani 7.000 almışdım, sattım bunu mən 8.300'e 1.100 manatla qazanc əldə elədim. Mən nəhayət özüm yəni pul qazanan uşaq olmuşam, mən aciz olmamışam. Mən də qorxurdum o vaxtı ki, birdən gedərəm, tutularam, birdən məni polis tutar, birdən məni polis saxlayar. Məcbur olurdum, verirdim buna 20 manatı, bu gedirdi, bir dənə özünü alırdı, bir dənə mənə alırdı. Bir dəfə, 2 dəfə, 5 dəfə, 10 dəfə. Günlərin bir günü bu gedəndə, bunun dalıca telefon da mənimdir, yəni onun telefonuna gəzir ki. Verirəm öz telefonumu ki, götür gəl, özüm də maşında gözləyirəm. Bu telefonu yaddan çıxardıb, həmən o narkotik vasitələrini satan adam mənə zəng verir. Qaldırıram trubkanı, bəlləşdirəm. Qardaş, bəs Bakıda dedim, yox Bakı deyir. Qayıtı dedi ki, bəs qardaşım, sən onunla bir yerdə gələn oğlansan da, Qaranur yetin, deyirəm, hə. Deyir, sən neyinirsən ki, onu gətirirsən ki? Sən birbaşa mənə zəng elə ki, biz görüşək, gəl qalx bizim evə, sən yaxşı uşaqsan, sözə bax, yaxşı uşaqsan, mənə tanımır bu. 3-4 dəfə mən gelmişəm, ona nə salmışam. Hər şey yaxşı olacaq, narahat olma, mən sənə kömək edəcəm, bilirəm, ev şeydir, yəni sən də təksən, elə bir evi satmışsınız, bir payla çıxıbsan sən də çətinlik çəkəcəksən, nəysə işim onda yox. Minirdim maşına qardaş, gəlirdim bunlara. Pul, nə pul, sən nə danışırsan, pul nədir? Biz səndən yoldaşıq, qardaşıq. Mən də əlimdən o gəlirdi ki, mindirirdim o maşına, lahmacına gedirdik, məsələn, Təzəkin Əşlidə. Orada qardaşlar var, məsələn, umumən botlar, ya gedirdik azlıqdan bir dənə tort alırdı, gedirdik otururdu, misal üçün, çayçıda. Bir də baxıram ki, elə hər gün, dedim, ay kişi, belə olmur, yəni ki, sən mənə 3-4 dəfə elə bunu verirsən hər gün, bu heç mənim xoşuma gəlmir də, yəni bu yaxşı bir şey oxşamır. Yox, qardaş, biz qardaşıq səndən, sən nə danışırsan? Nəysə, bir dəfə də artıq mən ucu çökürəm. 7.000 euro qalıb bizim qonşumuzda, mənim ikinci anam deyirəm ona mən, Həqiqət xala, mənim anamın rəfiqəsidir. Allah ona can sağlığı versin, Həqiqət xalaya. Gətirdim, mamanı da tapamamışam, küsüblər məndən inciyib gediriblər. Evin pulundan 7.000 avronu gətirdim, verdim Həqiqət xalaya. Dedim, Həqiqət xala, maşını almışam 4 göz. Bu 7.000 avroda qalıbdı, bunu saxlayın mənim üçün. Ev düşən kimi mən bunu gəlib sizdən götürəcəm və başlayacağım tikintini, yəni ki, balaca bir otaq tikəcəm mən. 50 evronu götürürdüm, xırdalayırdım, nəhayət. Bir gün, 1 saat, 2 saat baxırdım ki, 20-30 manat qalıb. Və bütün günü topaz. Girirdim orada topazdırdı 2-3 dənə proqnoz. O üçün gün ərzində təsəvvürə gətirir ki, elə bir vəziyyətə düşdüm ki, mənim rasxodum təkcə özümə 150 manat təşkil edirdi. 100-150 manat. Bu nəyə gedirdi? Mən bilmirdim ki, misal üçün, mənim əlim elə yerlərə çatmırdı ki, 1 qram, 2 qram, 3 qram. Mən elə şeylər bilmirdim, yəni. Mən bunu eləyirdim ki, misal üçün, o gelirdi narkotik vasitəni almağa, kim ki alırdı. Çıxardırdım, misal buna verirdim pul, 50 manat. Mən gedirdim, mənim üçün bir 0.4, 0.5 gətirirdi. Bir dənə də jırmı çət bölümündə şişə. Yəni, onu da ki, misal üçün, səhər, axşam, səhər yuxudan, o birisi günü səhərsin durursan, bütün su içindəsən, qan təri içindəsən, məcbursan, yenə də istifadə edəsən və davam edəsən.
O pul yavaş dört göz qalıb. Düşdü, oldu, demək dollara keçirdəndə oldu 3800 rovna dollar pul var idi məndə. 3800, 4000, 7000 avrodan. Hamısı xərclənilib, qoymuşam evdə. Birdən gördüm bibim oğlu gəldi, Allah ona da kömək olsun. Və dedi ki, mən sənə söz verirəm ki, deməmişkən mənə Allahdır. Çünki özü də keçmiş narkoman olub. Allahdır mənə ki, gedək bir dənə konsultasiya həkimin yanına. Yoxlasınlar səni. Bəs uzaqbaşı bir həftəyə yəni ki, normal bir şey tapacağım sənin üçün, yəni yer qalacaqsan, hər şey əla olacaq. Bu məni gətirir psixiatriya xəstəxanasına. Məndə qeydiyyat yoxdur axı orada. Mən normal insanım. Gətirir məni salır psixiatriya dispanserə pulla. O üçün 19-cu şöbə, 19-cu şöbədəki oranın ən ağır şöbəsidir. Orada deməli cinayət işinə sövq olunanlar yatır bu bir istiqamətdə. Bu tərəfdəki sadə vətəndaşlar üçündür, ağır xəstələr üçündür. Qapıda 2 dənə polis nəzarəti, 2 dənə çıxış qapısı var. Yəni oradan keçmək, girmək qeyri-mümkündür. Yəni mümkünatı yoxdur elə bir şey. Yəni ki, elə bir ki, cəza çəkmə müəssisəsinə daxil oldun, çıxdın həmən şey. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.